Bilirdin ki, dünyada bir heyvan növündən cəmi 2 fərd qalıb və onlar ana ilə qızdır. Onların adı Nijan və Fatudur. İkisi də şimal ağ kərgədanıdır və Kenyada, Ol Pejata qoruğunda yaşayırlar. Bir vaxtlar bu kərgədanlar Afrikanın bir neçə bölgəsində yaşayırdı. Amma brakonyerlik, müharibələr və yaşayış yerlərinin zəbti onların sayını azaltdı. Burada ən kədərli tərəf odur ki, onların hər ikisi dişidir və təbii yolla bala dünyaya gətirə bilmirlər. Son erkək şimal ağ kərgədanı Sudan 2018-ci ildə ölüb, amma elm adamları hələ də təslim olmayıb. Onlar Fatudan yumurta hüceyrələri götürür, Sudandan saxlanılmış sperma ilə isə laboratoriyada embrionlar yaradırlar. 2026-cı ilə qədər bu yolla 39 saf şimal ağ kərgədanı embrionu hazırlanıb. Plan belədir. Bu embrionlar yaxın qohum olan Cənub ağ kərgədanı surroqat analarına götürülsün. Yəni bu iki dişi kərgədan bütöv bir növün məhv olmamaq üçün bəlkə də son şansıdır. Bu cür maraqlı faktlar öyrənmək üçün məni izləməyi unutmayın.